Çağdaş Türk ədəbiyyatı, yəni yaşadığımız, gördüyümüz ən yeni dövr deyək, ən yeni dövrün ortaq Türk ədəbiyyatı sizi qane edirmi? İstedadlı gənclər varmı və gələcəklə bağlı optimizmlə yanaşırsınız? Bu gün Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçmiş ən yaşlı, belə deməyimizə stajlı, təcrübəli qeyri-hökumət təşkilatlarından biridir və əlbəttə Azərbaycanda dövlət qeydiyyatından keçsə də o öz Türk dünyası vizyonunu yaşadır, davam etdirir, inkişaf elətdirir və sizin sualınıza bilavasitə cavab dərəcəsində, dəyərində onu deyə bilərəm ki, Dünya Gənc Türk Yazarlar Birliyi üzərindən bizim həyata keçirdiyimiz layihələr, nəşrlədiyimiz kitablar, keçirdiyimiz müsabiqələr, qarşılıqlı səfərlər, görüşlər, saytımız üzərindən həyata keçirilən sorğular deməyə əsas verir ki, Türk ədəbi gəncliyi böyük bir coşqu ilə öz əcdadının ruhunu şad edən, bizdən bir sonraki nəslə ötürməli olduğu dəyərlərin fərqində olan bir gənclikdir. Mən bundan qürur duyuram, fəxr edirəm.